insan təbiətin qoynundan gəlmə varlığı idi də. İnsan ətdən, sümükdən, ilikdən olan bir varlıqdır. Emosional varlıqdır da bu insan. Bu insan təpədən dırnağa hissdir. Müasir insanı, mövzumuz elə müasir insandır da. Müasir insanı siz mən belə düşünürəm. Sizin fikirləriniz daha önəmlidir biz üçün. Sizcə müasir insanı daxili yanma mühərriki vəziyyətinə gətirmədilərmi? Yəni yanacağın tökürsən, tezdən işə salırsan, gedir işə, axşam gəlir evə, yolda bir məsələn qoca qarıya diqqət eləmir, bir ehtiyaclı insana diqqət eləmir, bir insana gülümsəmir, bir insanla dərdləşmir, problemi olanda gedir özün asır, heç kim bir böyüklə məsləhət eləmir, bir söhbət böyük yaşca yox, bir mənəvi böyüyünə məsləhət eləmir. İnsanı daxili yanma mühərrikinə də oxşada bilərsiniz. Etiraz eləmirəm. Yanacağı Allahdan gəlsin. Yanacağı Allahdan gəlmirsə o mühərrik kimi də mutsuzdur. İnsanın Allahla əlaqəsini bərpa eləmək lazımdır. Eləməlidir özünü. Yoxsa onun həyatının bərəkəti olmayacaq. İnsanı Allahla barışdırmaq lazım. Hə, puç olacaq onun həyatı. Mənim təcrübəm bunu deyir. Başqasının təcrübəsi başqa ola bilər. Mən öz təcrübəmi bəyan edirəm də.